Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəllər-Cəhər kəndi ərazisindən keçən hissəsində. Yəni hazırda mənim dayandığım bu ərazidə qeyd alınıb. Belə ki, hərəkətdə olan Nissan markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir ara kəsməyə çırpılıb. Daha sonra minik avtomobili yolun kənarını aşıb. Qəza zamanı 5 nəfər xəsarət alaraq Şəmkir rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Dərhal onlara yardım edilib. Hazırda yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Bugün axşam saatlarında saat 17:05 radələrində Şəmkir rayon ərazisində avtoqəza nəticəsində təcili yardım şöbəmizə 5 nəfər xəsarət alan daxil olmuşdur. Onlardan 2 nəfər qadın cinsli, 3 nəfər isə kişi cinsli xəstələr olmuşdur. Bunlara ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılmışdırlar. Avtomobilin dəmir ara kəsməyə daha sonra dərəyə aşması nəticəsində xəsarət alanlar 1994-cü il təvəllüdlü Ülviyə Zeynalova, 2011-ci il təvəllüdlü Ramal Zeynalov, 1994-cü il təvəllüdlü Toğrul Zeynalov, 1991-ci il təvəllüdlü Rəşad Zeynalov və 2005-ci il təvəllüdlü Rəşidə Nağıyevadır. Qeyd edək ki, qəzaya uğrayanlar bir ailənin üzvləridir və onlar toydan qayıdarkən qəzaya uğrayıblar. Qəzaya düşən avtomobilin sürücüsünün isə qadın olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.